Mən biologiya müəlliməsi Aygül müəllimə 7 dekabr 11 siniflərdə olan OTK suallarının izahatına keçirəm. Avropoid irqinə malik olan insanın Mongoloid irqinə aid olan insanla çapalaşmadan dölü nəsli alına bilərmi? Əlbəttə alına bilər. Çünki hansı irqə malik olursan ol, hamımız eyni növə aidik və eyni xromosom dəstinə malikik. Populyasiya arealın ölçüsü uşaqlar sabit heç ola bilməz və heyvanlar nə qədər hərəkətlidirsə, onun arealı o qədər böyük olacaqdır və fərdlərin sayından da asılı ola bilər. Nə qədər çox heyvanlar olursa, o zaman onun arealı da daha yekə olacaqdır. Demək düzgün cavab 2-3 olacaqdır. 10-cu sinif dərsində uşaq infeksiyaları dərsini vermişdilər və bunlar içərisində vərəmdən başqa qalan 4-ü uşaq infeksiyasına aiddir və bakterial xəstəlik olduğunu dediyinə görə biz də bilirik ki, qızılca, süd çayı, poliomiyelit virus xəstəliyidir. Demək düzgün cavab C variantıdır. Bircinsi çiçəkləri olan taxıl bitkisi. Biz bilirik ki, taxıllardan olan qarğıdalı bir cinsli və bir evli bitkidir və onun da öyrənən Xaçinovdur və onun da mərkəzi Amerikadır. Sonra növdaxili yaşamaq uğrunda mübarizənin kəskinliyi azalır. Biz bilirik ki, növdaxili, növərası və əlverişsiz mühitlə mübarizə üsulları var və onların içərisində ən kəskin olan növdaxilidir və bu zaman qarşılıqlı yardım əməkdaşlığı zamanı bu kəskinlik azalır. Şerkeski-Terner zamanı deyir ki, baş beyin yarımçılar qabığının 4400 neyronu olarsa, biz bilirik ki, Şerkeski-Terner sindromu insanlarda 44 üstəgəl X0 xromosom dəsti olur. Burada cinsi xromosomu görürük ki, bir dənədir. Yalnız X xromosomu var. 4400 cinsi xromosom varsa, demək 4400-də sinir toxumasında hüceyrə var. Biz də bilirik ki, sinir toxumasında olan hüceyrələr neyron və pek hüceyrələrin cəmindən ibarətdir. Nə qədər neyron varsa, 10 dəfə çox pek hüceyrəsi var. Demək 11x eləyir bu. 11x bərabərdir 4400, x də bərabərdir 400 eləyir. 400 dənə neyron var. Biz də bilirik ki, hər bir neyronun bir aksonu var və ağac şəkilli çoxlu dendriti çıxıntısı olur. Ona görə də neyronun sayı qədər də aksonu olur. Ona görə düzgün cavab nə oldu? A variantı. Sonra atın təkamülündə düzgün olmayanı müəyyən edək. At bilirik ki, lap əvvəllər boyu balaca olmuşdur. Ətrafları çox qısa olmuşdur. Getdikcə bədən ölçüləri artır. Ətrafları uzanır. Barmaqları əvvəl 5 barmaqlı olmuşdur, sonra orta barmağı uzanıb, tək qalıb deyə tək dırnaqlı demişik. Möhkəm qaçır deyə onurğa sütunu möhkəmlənib və qırışıqlı dişlər qabarıq dişlərə çevrilməyib. Əslində qabarıq dişlər qırışıqlı dişlərə çevrilmişdir. 4 qan qrupumuz var. Uşaqlar 8-ci sualda birinci qan qrupu 0-0-dır, ikinci qan qrupu 0A və yaxud da AA, üçüncü qan qrupu 0B və yaxud da BB, dördüncü qan qrupu isə AB-yə malikdir. Biz bilirik ki, birinci qan qrupunda heç bir antigen yoxdur. Demək həm A antiteli var, həm B antiteli var. İkinci kan qrupunda A antigeni var. Demək, burada B antigeni yoxdur. Buna da olmağa qoymayan B antitelin olmazdır. Çünki hansı antitel həmən əgər B antiteli varsa B antigeni olmağa qoymur, A antigeni varsa A antiteli olmağa qoymur. Üçüncü kan qrupuna baxanda biz görürük ki, B antigeni var. Burada A antigeni yoxdur. Niyə görə? Çünki burada A antiteli var ki, A antigeni olmağa qoymur. Dördüncü kan qrupunda həm A, həm B antigeni olduğuna görə heç bir antitel yoxdur. Demək, burada düzgün cavab nə oldu? Birinci qan qrupunda və üçüncü qan qrupunda A antitelinə rast gəlinir. Sonra nəsil şəcərəsində deyir kimin qan qrupunu tam dəqiq deyə bilməz. Biz görürük ki, 4-cü qan qrupu AB-dir, 3-cü qan qrupu ya BB ola bilər, ya da 0B ola bilər. Əgər burada həm ikinci, həm üçüncü qan qrupu uşaq dünyaya gəlibsə, demək burada tərkibində bunun 100% 0 olmalıdır ki, demək, ikinci qan qrupunda 100% 0 olmalıdır ki, 0B olmalıdır ki, burada 0A qan qrupuna malik uşaq dünyaya gələ bilsin. Əgər birinci adam 0B-yə malikdirsə, bu zaman buradan hansı qrup uşaqlar dünyaya gələ bilər? Həm 0A, həm 0B, həm A0, həm AB, həm də BB qan qrupuna malik uşaqlar dünyaya gələ bilər. Yəni bizim qan qrupumuz ikinci və üçüncü qan qruplardan bunlardan biri olmalıdır. Biz burada görürük ki, ikinci adam ikinci qan qrupuna malik, yəni 0A burada müəyyən olundu, gedir bura. Bura isə üçüncü qan qrupu dediyinə görə ya 0B ya da BB qan qrupuna malik uşaq dünyaya gələ bilər. Yəni üçüncü qan qrupunun qan qrupu hələ dəqiq bilinmir. Hansının olduğunu bilmirik. İndi əgər bura tutaq ki, biz 0B qoysaq, 0B olduğunu qoysaq, ikinci qan qrupu ya 0A olur, ya AA olur. Bu zaman dördüncü qan qrupu uşağın dünyaya gəlməsi üçün
üçün hər ikisində 1A, 1B. Bu unsur düzgündür. İkinci qan qrupu uşaq bunların birləşməsindən 0A qan qrupu uşaq dünyaya gəlir. Demək, burada nə başa düşdük? Üçüncü insanın 0B və yaxud da BB qan qrupu olduğu tam dəqiq bilinmir. Sonra genom mutasiyası olunmuş orqanizmlərin alınmasında adətən istifadə olunmayan metod. Bu geni dəyişilmiş orqanizmdə kitabın öz cümləsidir. Metodlar orada bilinmişdir. Hüceyrə mühəndisliyi seleksiyada keçirilir. Yəni geni dəyişilmiş orqanizm alınmasında istifadə olunmur. Demək, burada B variantı olacaq. Biz bilirik ki, zülalın 4 quruluşu var. İkinci quruluş birinci quruluşun dəyişilməsindən, üçüncü quruluş ikinci quruluşun, dördüncü quruluş isə üçüncü quruluşun hesabına əmələ gələn quruluşdur. Sonra sitogenezin başladığı anda xromosomların sayı. Biz də bilirik ki, sitogenez sitoplazmanın ikiyə bölünməsi yolu ilə əmələ gəlir. Əgər sitogenezin başladığı deyirsə, sitogenez də telefazada olur. Telefazaya başladığı dediyinə görə anafazadan sonra telefaza gəlir də. Demək, başlayan kimi anafazanın düsturu 4-ün 4-cü olduğuna görə başlayan kimi deyirsə, xromosom sayı olacaq 4-ün. Yəni 4-ün 96-ya bərabərdir. İnterfazanın da 3 mərhələsi var. Sonuncu dediyinə görə sonuncu interfazanın mərhələsi 2N 4C xromosom sayına malik olur. Və burada gördüyümüz kimi xromosomların sayı xromatidlərin sayına bərabər olduğuna görə 96 xromosom varsa, demək 96 dənə də xromatidə rast gəlinir. Sonra canlıların öyrənməsində şəkildə göstərilən strukturu funksional vahid. Burada pingvinləri çox görüb uşaqları çaşdırırlar, amma biz bilirik ki, hüceyrə canlıların ən kiçik quruluş funksional vahidi. Yəni pingvinlərin ən kiçik quruluş funksional vahidi yenə hüceyrə sayılır. Sonra deyir, sxemə əsasən primatları birləşdirən ən kiçik taksonomik vahid. Primatlar hansılardır? Meymunlar, yəni hippon, oranguta, gorilla, şimpanze. Bunların hamısı primatlardır. Özü də adından dediyinə görə primatların birləşdirən. Primat da biz də bilirik nədir? Dəstəli. Oradan baxan kimi bilə bilərdik. Sonra su altında səslər tutmaq üçün istifadə edən hidrofon kitab cümləsidir. Bilirik ki, suiti qulağının quruluş sxeminə əsasən olub. Antromorfoz nə deməkdir? Antromorfoz insanda baş verən dəyişikliklərdir. Yəni insana ancaq aid olan xüsusiyyətləri götürür. Biz bilirik ki, ayağın tağ şəkilli olması insanın dikilməsi ilə əlaqədardır. Onurğanın küçük lordozun olması dikilmə ilə əlaqədardır. Bizim beyin şöbəmiz 3 şöbəmizdən böyükdür və döş qəfəmiz yanlara doğru genişlənir. O digər heyvanlarda yanlardan genişlənir, bizdə yanlara doğrudur. Amma onurğanın 5 şöbədən ibarət olması əksər məməlilərdə, hətta quşlarda, sünənlərdə də belə rast gəlir. Salam. Sonra 100 qram yağın oksidaşmasına alınan enerji 100 qram karbonhidratların oksidaşmasına alınan enerjidən neçə kilojoule çoxdur? Biz bilirik ki, 1 qram yağ parçalananda 38-19 kilojoule enerji ayrılır. 1 qram karbonhidrat parçalananda isə 17-16 kilojoule enerji ayrılır. Biz 1 qramların fərqini tapırıq. Yəni 38-19-dan 17-16-nı çıxırıq, edir 21,3 və 100 qram dediyinə görə vururuq 100-ə, elir nə qədər? 2130 kilojoule enerji edəcəkdir. Sonra anatondalar su orqanizmdə hansı qrupa aiddir? Anatondalar suyun dibində yaşayan və heyvan da olduğuna görə biz nə deyirik? Zoobentosa aiddir. Orqanizmdə quruluşun sadələşməsi, onlarda bəzi orqanların yoxa çıxması biz bilirik ki, degenerasiyanın əlamətləridir. Canlıların trofik əlaqəsinə aiddir. Trofi nə deməkdir? Qidalanma. Avtotrof var idi, heterotrof. O sözün avto özü qidalanma, hetero müxtəlif yolla qidalanma. Trofini oradan bilməliydik. Hansı qidalanma üsulu deyil? Konjugasiya. Biz bilirik ki, konjugasiya çoxalma üsuludur. Sonra plazmatik membranın yenilənməsi. Biz bilirik ki, bu hansıdır? Golgi kompleksidir. Golgi kompleksi də hansıdır burada? D variantı olacaqdır. Sonra istər ATF olsun, istər ADF olsun, X burada nə olacaqdır? Riboz olacaqdır. Birinci göstərəcək adenin azot əsaslarını, sonda olan bu 2 dənə də göstərəcəkdir. 2 dənə ortofosfat turşusu qallığını göstərəcəkdir. Dediyim budur. Sonra 8 blostomerli rüşeyin, 64 blostomerli rüşeyin. Biz nə cür demişdik? 2 uzunla 1 eninə, 1 uzunla 1 eninə. Qayda belədir. Yəni 2, 4, 8, 16, 32, bir dənə də 64. Yəni qaydalar belə gələcək. Bizə indi bir dənədən lazımdır. 8-dən bizə lazımdır. Bizə burada indi 8-dən lazımdır. Deyir ki, uzunluğa bölünməyə məruz qalan blostomerlərin sayı B-yə baxaq. Uzunluğa bölünməyə məruz qalan. Biz görürük ki, 8 eninə bölünmədən əmələ gəlib. Amma uzunluğa bölünməyə məruz qalır. Yəni 16-ya məruz qalır. 32 eninə bölünmədən əmələ gəlib. Uzunluğa bölünmə olan 64-ə məruz qalıb. Demək, B nəyə bərabər oldu? 8 üstəgəl 32 bərabərdir 40 olacaq B. Bu prosesdə uzunluğa bölünmələrin sayı. Uzunluğa bölünmələr burada hansı
hansılardır? Bir 16 olan uzunluğa bölünmədir, bir də 64 olan uzunluğa bölünmədir. Demək 2 dənə uzunluğa bölünmə olur. Bunların da fərqini soruşursa 40 çıxsın 2 bərabərdir 38 olacaqdır. Biosferə aiddir. Biz bilirik ki, biosfer atmosfer, hidrosfer, litosferdən ibarətdir. Bu qatların cəmindən ibarətdir. Bütün hidrosfer aiddir. Atmosferin aşağı və üst qatı var idi. Biosferə aid idi atmosferin aşağı qatı, litosferin də üst qatı aid idi. Yəni aşağı qatı biosferə aid deyildir. Hüceyrə divarına malikdir. Biz bilirik ki, heyvanlardan başqa qalan aləmlərdə qılaf kisədən ibarətdir. Daxili plazmatik membran xarici hüceyrə divarına aiddir. Yəni biz burada nəyə götürəcəyik? Bir parmeliya da götürəcəyik. Hüceyrə divarı var. Salmonella spor əmələ gətirməyən bakteriyaları idi. Onu götürəcək. Plevrokoku da həmçinin götürəcək. Leishmania infizor tərli heyvan olduğuna görə biz o cavabı çıxardıq. Fotosintezin müəyyən mərhələləridir. Biz bilirik ki, fotosintezin 2 fazası var. İşıq fazası, qaranlıq fazası. İşıq fazası nə baş verirdi? Suyun fotolizi, nadevdən ATF-H-ın əmələ gəlməsi və ATF-in sintezi işıq fazadaydı. O harda baş verirdi? Xloroplastların qranlarında baş verirdi işıq fazası. Qaranlıq faza isə stromada baş verirdi. Calvin sikli burada baş verirdi və glikoza əmələ gəlirdi. Demək, zülallar sintez olunur. Uşaqlar, biz bilirik ki, heyvanlarda və digər canlılarda zülalları özümüz qidadan alırıq. Heç nə zülallara çevrilə bilməz. Ancaq bitkilərdə isə elə idi ki, əmələ gələn karbohidrat əgər bitkidə zülal çatışmırsa, ona çevrilə bilərdi. Amma burada zülalların sintez olunması işıq fazı və qaranlıq fazada baş vermirdi. Sonra baş verdiyinə görə biz bunu götürmürük. Demək, suyun fotolizi deyirsə götürürük işıq fazasına, stromada baş verir qaranlıq faza, Cavendish qaranlıq faza, zülal sintez olunur götürmürük. NADH-ın olmasını isə işıq fazada götürürük. Sonra keçdik bu hamiləliyə. Sizə deyir ki, həkim müayinə elədi və ultrases müayinəsinə baxdı. Deyir, ciftin sayı 3 dənədir. Ciftin sayı 3 dənədirsə, demək burada biz nə edəcəyik? 3 dənə cift götürəcəyik. 3 dənə cift götürəcəyik. Birinci cift, ikinci cift, üçüncü cift. 3 dənə ciftimiz var. 4 dənə uşaq varsa, demək bunlardan biri əkizdir. Yəni bunlardan birində əkiz var. Və bizə qeydini aparıb, bizdə qayıb burada deyir ki, burada bizdə 30-cu suala fikir verin. Mayalanmada bir arada iştirak edən qametlərin ikisində Y xromosomu var. Deyir ki, mayalanmada iştirak edən ikisində Y xromosomu var. Yəni demək bunların ikisində Y xromosomu varsa, belə götürürük və bizə deyir ki, minimum nə qədər X var. Əgər ikisində Y xromosomu varsa və minimum döllərdə nə qədər minimum X xromosomu olduğunu soruşur. Demək, 2 dənə uşaq burada olacaq, bir dənə uşaq burada olacaq, bir dənə uşaq burada olacaq. Əgər bizə minimum X soruşursa, deyirsə, demək uşaqlar daha çox oğlan uşağı olmalıdır ki, çünki qızlarda 2X var, oğlanlarda 1X var. Demək, minimum bizdən X soruşursa, demək bu uşaqlarda oğlanlar olmalıdır ki, X-in sayı daha az olsun. Demək, bizə də burada deyir ki, əmələ gəlməsində 2 dənə Y var. Demək, bu oğlan eyni yumurta əkizlərdən, bunun ikisi 100% oğlandır, XY burada olur. Bu da XY-dir, bu da olur XX. Bu da olur XX. Yəni burada belə düşünək ki, əgər minimum deməyib, maksimum desəydi, bu zaman biz eyni yumurta əkizlərini belə qız götürə bilərdik. Bunlara Y verə bilərdik. Yəni o bir ikislərə Y verə bilərdik. 30-cu suala biz başlayanda 30-dan başladıq. Deyir, mayalanmada bilavət iştirak edən qametlərin ikisində Y olduğu göstərdi və bu zaman minimum neçə X xromosomu olduğu deyirsə, 1 qız, 2 qız, 3 qız, 4, 5 qız. 5-ci qızda axı 2 dənə X olur deyə, demək 5 dənə X oldu. Sonra 29-cu sualda deyir ki, bu beynin biocəryanını ölçən idi. Beynin biocəryanını ölçən cihaza elektrosefograf cihazı deyirdik. 28-ci suallarda isə dölün neçəsi eyni, neçəsi müxtəlif yumurta əkizidir. 3 dənə cif varsa, demək onun ikisi eyni yumurta əkizidir, ikisi isə müxtəlif yumurta əkizi olacaqdır. Eyni yumurta əkizi olan buydu, müxtəlif yumurta əkizi isə olan buydu. İzahatımız bu qədər. İnşallah başa düşdünüz.